Salam, mən Murad Əlifov, Qafqaz Universiteti 2-ci kurs tələbəsi Riyaziyyat İnformatika. Burada göstərdiyimiz sərgidə şahmat taxtasına aiddir. Şahmat taxtasında atın gedişinə aiddir. Demək, at bütün xanalara hərəsində bir dəfə dəyməklə bütün xanalardan keçməlidir. 64 gedişə buna aiddir. Bir də ikinci bir işimiz də var ki, burada bu xanalarda 6 dənə görülən tablolar var. Bu tablolarda rəqəmlər yerləşdirilmişdir. 1-dən 100-ə qədər. Bunlar arasında ikili say sisteminə görə yerləşdirilmişdir. Buradan istənilən bir dənəsini rəqəmi seçirsən, ürəyində tutursan. Demək, həmin eyni rəqəm olan tabloları bir yerə yığırsan, olmayanları bir yerə. Olan tabloların içərisində bu qızıl tablo deyilən tablonu uyğun şəkildə yerləşdirməklə görünən rəqəmləri toplamaqla həmin ürəyimizdə tutduğumuz rəqəmi tapa bilərik. Bu da bizim ikinci say sisteminə görə baş verir.